Qurbanov Sabahı Valdes Dambrauska çalıştırır. Baş hakimi için Məsiyevdir, bir daha qeyd edir. Və qırmızı vərəqə Abdullah Xaybullayeva birbaşa qırmızı vərəqə ikinci hissənin əvvəlində, lap əvvəlində. Meydanın mərkəzində etdi. Kobudluğa görə Elçin Məsiyev Abdullah Xaybullayeva hələ ki oyunda vurulan yeganə qolun müəllifinə qırmızı vərəqə göstərdi. Çox maraqlı başladı ikinci hissə. Fasilədən qaydan kimi oyunun gedişatına birbaşa təsir göstərəcək hadisələrdən biri baş verdi. Abdullah Xaybullayev yenidən protokola düşürdü bu dəfə. Mənfi hərəkəti ilə. Baxaq təkrara. Johnny Montiel mübarizə aparırdı Xaybullayev və tapdaladı Montielin ayağını. Ayağın qorunmayan hissəsini. Baxırıq və buna görə qırmızı vərəqə göstərdi ona Elçin Məsiyev.